Rusiya Bakının tələb etdiyi şəxsləri Azərbaycana təhvil verdi. Xüsusi konvoyla göndərildi. Beynəlxalq axtarışa verilmiş 3 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib. Bildirilib ki, mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında oktyabrın 7-si 2002-ci il tarixli konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Abdullayev İframin Elbrusoğlu, Yusufov Emin Borisoğlu və Mehdiyev Natiq İskəndəroğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər. Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.